Əl-Maidə Süfrə surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin. Haram edildiyi sizə bildiriləcək heyvanlar və ihramda olarkən ovladığınız ov istisna olmaqla digər heyvanlar sizə halal edildi. Həqiqətən Allah istədiyi hökmü verir. Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aylara, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytül-Harama gələnlərə qarşı hörmətsizlik etməyi halal saymayın. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscid-ül-Harama daxil olmağa qoymayan cəmaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən Allah şiddətli cəza verəndir. Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, ölməmiş kəsdikləriniz istisnadır. Dik qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmağınız sizə haram edildi. Bunlar günahdır. Bugün kafirlər sizi dininizdən döndərməkdən əllərini üzdülər. Onlardan qorxmayın, məndən qorxun. Bugün dininizi sizin üçün kamil etdim. Sizə olan neymətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək, aclıq üzündən haram olanlardan istifadə etməyə məcbur olarsa, bilsin ki, Allah bağışlayandır, rəhimlidir. Səndən onlara nəyin halal edildiyini soruşurlar. De ki, təmiz neymətlər və Allahın sizə öyrətdiyindən öyrədib, əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ova göndərərkən onların üzərində Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz ki, Allah tez haqq hesab çəkəndir. Bugün pak neymətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehirlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar. Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məhs çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin.
Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla cinsi əlaqədə olmuşsunuzsa, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz. Lakin O, sizi pak etmək və sizə olan neymətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz. Allahın sizə göstərdiyi lütfkarlığını və siz eşidirik və itayət edirik dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun. Şübhəsiz ki, O, kökslərdə olanları bilir. Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir cəmaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Allah iman gətirib salih əməllər edənlərə vəd etmişdir ki, onlar üçün bağışlanma və böyük mükafat vardır. Kafir olub, ayələrimizi yalan sayanlar isə cəhənnəm sakinləridirlər. Ey iman gətirənlər! Allahın sizə olan neymətini xatırlayın. Bir zaman bir tayfa sizə əl qaldırmaq fikrinə düşdükdə, Allah onları sizdən əl çəkməyə məcbur etmişdi. Allahdan qorxun. Qoy möminlər Allaha təvəkkül etsinlər. Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan 12 başçı təyin etdik. Allah dedi, mən sizinliyəm. Əgər namaz qılsanız, zəkat versəniz, mənim elçilərimə inanıb, onlara yardım etsəniz və kasıblara könüllü yardım etməklə Allaha gözəl bir borc versəniz, əlbəttə, mən təqsirlərinizdən keçər və sizi ağacları altından çaylar axan cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, bilsin ki, artıq o doğru yoldan azmışdır. İsrail oğulları verdikləri əhdi pozduqlarına görə biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. Biz xaçpərəstik deyənlərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir. Ey kitab əhli! Artıq sizə kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq aydın bir kitab gəldi. Allah onun rizasını arayan şəxsləri bu kitabla əminamanlıq yollarına yönəldir. Onları öz izni ilə
zülmətlərdən nura çıxarır və düz yola yönəldir. Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir deyənlər artıq kafir oldular. De ki, əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim ona bir şeylə mane ola bilər? Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir. Yəhudilər və xaçpərəslər biz Allahın oğulları və onun sevimliləriyik dedilər. De ki, onda nə üçün Allah sizə günahlarınıza görə əzab verir? Xeyr, siz də onun yaratdığı bir bəşərsiniz. O, istədiyini bağışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. Dönüş də ancaq onadır. Ey kitab əhli! Artıq sizə elçilərin ardı arası kəsildiyi bir dövrdə bizə müjdəliyən və qorxudan kəs gəlmədi deməyəsiniz deyə haqqı bəyan edən elçimiz gəldi. Artıq sizə müjdəliyən və qorxudan bir peyğəmbər gəldi. Allah hər şeyə qadirdir. O zaman Musa öz qövmünə demişdi: Ey qövmüm, Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. Ey qövmüm, Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz. Onlar dedilər: Ey Musa, orada həqiqətən də nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq. Allahdan qorxanlardan Allahın nemət verdiyi iki kişi dedi: Onların üzərinə şəhər qapısından daxil olun. Əgər siz ora daxil olsanız, əlbəttə qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin. Onlar dedilər: Ey Musa, nə qədər ki onlar oradadılar, biz ora heç vaxt girməyəcəyik. Odur ki, sən və sənin Rəbbin gedin onlarla vuruşun, biz isə burada oturacağıq. O dedi: Ey Rəbbim, mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, sən bizi bu günahkar tayfadan ayır. Allah dedi: Artıq o yer onlara 40 il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Sənsə günahkar tayfa üçün heyfslənmə. Onlara Adəmin 2 oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: Səni hökmən öldürəcəyəm. Qardaşı da ona belə demişdi: Allah ancaq müttəqilərdən qurban qəbul edər. Sən məni öldürmək üçün mənə əl qaldırsan da,
mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən mən aləmlərin Rəbbi Allahdan qorxuram. Mən istəyirəm ki, sən həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur. Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu. Allah yeri eşələyən bir qarğa göndərdi ki, ölmüş digər bir qarğanı bastırmaqla ona qardaşının cəsədini necə bastırmağı göstərsin. O dedi, vay halıma, doğrudanmı mən qardaşımın cəsədini bastırmaqda bu qarğa kimi olmaqdan da acizəm? Beləliklə o, peşmançılıq çəkənlərdən oldu. Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. Allaha və onun elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıkları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Ahirətdə isə onları böyük bir əzab gözləyir. Sizə məğlub olub əlinizə keçməzdən öncə tövbə edənlər olarsa, bilin ki, Allah bağışlayandır, rəhimlidir. Ey iman gətirənlər! Allahdan qorxun, ona yaxınlaşmaq üçün vasitə axtarın və onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. Əgər yer üzündə olan hər şey, üstəlik bir o qədəri də kafirlərə məxsus olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, onlardan qəbul olunmazdı. Onlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır. Kafirlər oddan çıxmaq istərlər, lakin onlar oradan çıxan deyirlər. Onları əbədi bir əzab gözləyir. Etdikləri əməlin əvəzində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin. Allah qüdrətlidir, müdrikdir. Hər kim haqsızlıq etdikdən sonra tövbə edib əməllərini islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayandır, rəhimlidir. Məyər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur? O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə qadirdir. Ey elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə iman gətirdik deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar
həm də sənin yanına gəlməyən başqa bir cəmaata həvəslə qulaq asanlar vardır. Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər. Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox, əgər o verilməsə, çəkinin. Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötəri heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar. Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üç çevir. Əgər onlardan üç çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir. İçində Allahın hökmü olan Tövrat özlərində olduğu halda onlar sənin necə hakim təyin edirlər? Hələ bir bundan sonra da verdiyin hökmdən üç çevirirlər. Onlar mömin deyirlər. Şübhəsiz ki, Tövratı biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər, yəhudlər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar hamısı buna şahid oldular. İnsanlardan qorxmayın, məndən qorxun. Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər, məhz onlar kafirlərdir. Biz Tövratda onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, vurulmuş yaralara da yaralar qisas alınmalıdır. Hər kəs qisasdan vaz keçsə, bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər, məhz onlar zalimlardır. Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd nəsiyyət olan İncili verdik. Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları əsasında hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər, məhz onlar fasiqlərdir. Biz sənə özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb, onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtihan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O,
ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. Onların aralarında Allahın sənə nazil etdiyi kitabla hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni saptırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir. Onlar cahiliyyə dövrünün hökmünü mü istəyirlər? Qəti inanan bir cəmaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın. Onlar bir-birinin dostudular. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz. Sən qəlbində xəstəlik olanların, qorxuruq ki, başımıza bir fəlakət gələ deyərək, onların kitab əhli arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə bəxş etsin və ya öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar. İman gətirənlər isə deyəcəklər, sizinlə bərabər olacaqlarına dair Allahın adı ilə möhkəm and içənlər bunlardırmı? Onların əməlləri puça çıxdı. Özləri də ziyana uğrayanlardan oldular. Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə özünün sevdiyi və onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir cəmaat gətirər. Bu, Allahın lütfüdür. Onu istədiyinə verər. Allah hər şeyi əhatə edəndir, biləndir. Sizin himayədarınız yalnız Allah, onun elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. Kim Allahı, onun elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilənlərdən dininizi ələ salıb, oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun. Siz namaza çağırdığınız zaman onlar onu məsxəriyə qoyub, oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir cəmaatdır. De ki, ey kitab əhli, yalnız Allaha, bizə nazil edilənə və bizdən əvvəl nazil edilənlərə iman gətirdiyimizə və sizin əksəriyyətinizin günahkar olduğuna görəmi bizi məzəmmət edirsiniz? De ki, Allah yanında cəza etibarı ilə bundan daha pisini sizə xəbər verimmi? Bu, Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər
və tağuta ibadət edənlərdir. Onlar axirətdə yeri daha pis olan və doğru yoldan daha çox azanlardır. Onlar sizin yanınıza gəldikdə, biz iman gətirdik deyirlər. Halbuki onlar sizin yanınıza küfrlə gəlmiş və onunla da getmişlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir. Sən onların bir çoxunu günaha, düşmənçiliyə və haram yeməyə tələsən görürsən. Onların tutduqları əməllər necə də pisdir. Nə üçün din xadimləri və baş keşişlər onlara günah sözləri və haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə də pisdir. Yəhudilər dedilər, Allahın əli bağlıdır. Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, onun hər iki əli açıqdır və o, öz lütfündən istədiyi kimi sərf edir. Əlbəttə, Rəbbindən sənə nazil edilən kitab onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Biz onların arasına qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda, Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir. Əgər kitab əhli iman gətirib Allahdan qorxsaydı, əlbəttə biz onların təqsirlərindən keçər və onları nəyin bağlarına daxil edərdik. Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar başları üstündə və ayaqları altında olan neymətlərdən yeyərdilər. Onların arasında haqqı etiraf edən bir cəmaat vardır. Lakin onların çoxunun etdiyi əməllər necə də pisdir. Ey elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər belə etməsən, onun göstərişini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz. De ki, ey kitab əhli! Nə qədər ki, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz. Əlbəttə, Rəbbindən sənə nazil edilən Qur'an onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir tayfə üçün heyfslənmə. İman gətirənlərin, ha belə Yəhudi, Sabiyi və Nəsranilərdən Allaha və axirət gününə iman gətirib, yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Biz İsrail oğullarından əhd peyman aldıq və onlara elçilər göndərdik. Hər dəfə bir elçi onlara könüllərinə yatmayan bir şey gətirəndə, o elçilərin bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər. Onlar müsibət gəlməyəcəyini güman etdilər. Beləliklə də kör və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Daha sonra isə onlardan bir çoxu yenə kör və kar oldular.
Allah onların nə etdiklərini görür. Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir deyənlər artıq kafir oldular. Məsih isə demişdir: Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin. Həqiqətən də Allaha şərik qoşan kimsəyə Allah cənnəti haram etmiş və onun sığınacağı yer oddur. Zalimlara kömək edən olmayacaqdır. Allah üçlüyün üçüncüsüdür deyənlər artıq kafir oldular. Halbuki tək ilahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq ağrılı-acılı bir əzab toxunacaqdır. Onlar Allaha tövbə edib, ondan bağışlanma diləməyəcəklər. Allah ki, bağışlayandır, rəhimlidir. Məryəm oğlu Məsih ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə Allaha sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör, ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar haqdan necə döndərilirlər. De ki, Allahı qoyub sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərə mi ibadət edirsiniz? Allah eşidəndir, biləndir. De ki, ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın. İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsa'nın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi. Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir. Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir. Buna görə də Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar. Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, müşrikləri özlərinə dost tutmazdılar. Lakin onların çoxu günahkarlardır. Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. Biz xaçpərəstik deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: Ey Rəbbimiz, biz iman gətirdik. Bizi də şahidlərlə bir yerə yaz. Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki, Rəbbimizin bizi əməli salih cəmaatla birlikdə cənnətə daxil edəcəyinə ümid edirik. Belə dediklərinə görə də Allah onları ağacları altından çaylar axan,
içində əbədi qalacaqları cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur. Kafir olub ayələrimizi yalan sayanlar cəhənnəm sakinləridirlər. Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən Allah həddi aşanları sevmir. Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz neymətlərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun. Allah sizi qəsdiniz olmadan işlədiyiniz andları pozduğunuza görə cəzalandırmaz. Lakin O, sizi qəsdlə işlədiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya 10 kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə 3 gün oruç tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun. Allah öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz. Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoş edici içki də, qumar da, tapınmaq məqsədi ilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən şeytan sərxoş edici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı? Allaha itayət edin, onun elçisinə itayət edin və asi olmaqdan çəkinin. Əgər üç çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir. İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir. Ey iman gətirənlər! Allah sizi əllərinizin və nizələrinizin çata biləcəyi bir ovla imtihan edəcək ki, Allah gizlində kimin ondan qorxduğunu üzə çıxarsın. Bundan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır. Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünə bənzər bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən 2 ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruç tutmalıdır ki, öz işinin zərərini datsın. Allah olub keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam almağa qadirdir.
Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun. Allah Kəbəni, müqəddəs evi, haram ayı, qurbanı və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə kimi müəyyən etdi. Bu ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi bilən olduğunu anlayasınız. Agah olun ki, Allah şiddətli cəza verəndir. Həmçinin də Allah bağışlayandır, rəhimlidir. Allahın elçisinin vəzifəsi ancaq təbliğ etməkdir. Allah sizin aşkara çıxartdığınızı da, gizlində saxladığınızı da bilir. De ki, murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz. Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə nicat tapasınız. Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Qur'an nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları, indiyə qədər verdiyiniz bu cür sualları əhv etdi. Allah bağışlayandır, rəhimlidir. Sizdən əvvəl bir qövm bunları soruşmuş, sonra da bu səbəbdən kafir olmuşdur. Allah müşriklərin bəhirə, sahibə, vəsilə və ham adlandırıb bütlərə nəzir etdiyi heyvanlar barəsində heç bir göstəriş verməmişdir. Lakin kafir olanlar Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamır. Onlara Allahın nazil etdiyinə və göndərdiyi elçiyə tərəf gəlin deyildikdə, atalarımızın tutduğu yol bizə bəsdir deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə, onda necə olsun? Ey iman gətirənlər! Öz qeydinizə qalın. Siz doğru yolda olsanız, haqq yoldan azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir. Ey iman gətirənlər! Sizlərdən bir kimsəyə ölüm gəldiyi zaman, vəsiyyət vaxtı içinizdən 2 ədalətli kişi bir yerə səfərə çıxdığınız zaman başınıza ölüm müsibəti gəldikdə isə, özünüzdən olmayan 2 kişi aranızda şahidlik etsin. Əgər özünüzdən olmayan şahidlərə şübhə etsəniz, namazdan sonra hər ikisini saxlayın və qoy onlar, biz bu andımızı lap yaxın qohumlara belə heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq deyə and içsinlər. Əgər hər ikisinin günah iş tutduqları aşkar edilsə, o zaman onların yerini haqsızlığa məruz qalanlardan ölən şəxsə daha yaxın olan 2 kişi tutar və onlar, əlbəttə bizim şahidliyimiz o 2 nəfərin şahidliyindən daha doğrudur və biz həddi aşmadıq. Əks halda biz
şübhəsiz ki, zalimlardan olarıq deyə and içərlər. Bu, onların olduğu kimi şahidlik etmələri və ya andlarının sonradan varislər tərəfindən başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasibdir. Allahdan qorxun və qulaq asın. Allah günahkar tayfanı doğru yola yönəltməz. Allah elçilərini toplayacağı gün deyəcəkdir: sizə nə cavab verildi? Onlar isə, bizim elmimiz yoxdur, şübhəsiz ki, qeybləri bilən sənsən, deyəcəklər. Allah deyəcəkdir: ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da mənim iznimlə quş olurdu. Sən mənim iznimlə anadan gəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq aydın dəlillərlə gəldikdə, mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: bu, açıq aydın sehirdən başqa bir şey deyildir. Bir zaman mən həvarilərə, mənə və elçimə iman gətirin deyə vəhy etmişdim. Onlar da, iman gətirdik, sən də şahid ol ki, biz müsəlmanlarıq demişdilər. Bir zaman həvvarilər demişdilər: ey Məryəm oğlu İsa, Rəbbim bizə göydən bir süfrə endirə bilərmi? O da onlara demişdi: əgər möminsinizsə, Allahdan qorxun. Onlar demişdilər: biz istəyirik ki, ondan yeyək, qəlblərimiz rahat olsun. Bizə doğru söylədiyini bilək və o möcüzəyə şahidlik edənlərdən olaq. Məryəm oğlu İsa dedi: ey Allahım, ey bizim Rəbbimiz, bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və səndən bir möcüzə olsun. Bizə ruzi ver, sən ruzi verənlərin ən yaxşısısan. Allah dedi: mən onu sizə endirəcəyəm. Amma bundan sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm. Allah deyəcəkdir: ey Məryəm oğlu İsa, sənmi insanlara Allahı qoyub məni və anamı iki məbud qəbul edin demişdin? İsa deyəcək: sən pak və müqəddəssən. Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən. Mən isə sənin özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən sənsən. Mən onlara ancaq sənin mənə əmr etdiyini, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən özün oldun. Sən hər şeyə şahidsən. Əgər onlara əzab versən, sözsüz ki, onlar sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, sən qüdrətlisən,
müdriksən. Allah dedi, bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür. Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları cənnət bağları hazırlanmışdır. Allah onlardan razıdır, onlar da ondan razıdırlar. Bu, böyük uğurdur. Göylərin, yerin və onların arasında olanların hökmranlığı Allaha məxsusdur və O, hər şeyə qadirdir.